Qumardan necə uzaq olmaq olar? Prinsipə düşüb oynayırsan, amma əl çəkmək olmur, səhv etdiyin bildiyin halda. Və burada asıllıq formalaşır. Çoxdandır bu varsa, yəni bir çox artıq məbləğlər, bir çox şeylər uduzmusunuzsa, yəni ən yaxşısı reabilitasiya mərkəzidir. Reabilitasiya mərkəzi niyə yaxşıdır? Orada cürəbəcür, peşəkar insanlar var. Burada həm psixiatr var, həm psixoloq var, həm nevropatoloq var. Yəni orada komanda şəklində. Orada siz necə təcrid olunursunuz. Ümumiyyətlə o insanlardan, hansılarla ki gedirsiniz, oturursunuz, oynayırsınız, o mühitdən təcrid olunursunuz. Hər bir asıllığın çıxış yolu ən yaxşısı hal-hazırdakı zamanədə yenə də üstünə basa-basa deyim ki, reabilitasiya mərkəzi. Bu asıllıq yenə də travmadan irəli gələrək yaranır. Boşluqdan, yaradan irəli gələrək yaranır. Yenə asılılığı olan insan özünü çox vaxt pis hiss edir. Necə pis hiss edir? Yalnız, hələ bil heç kəs onu anlamır. Tam onu heç sevən bir insan yoxdur. Sevsə də inanmır o insanın tutalım sevgisinə, şübhələnir. Yəni bir ağrılıq var insanın içində və oyunlar sən udanda, sən yəni alınanda ki, sən udursan zaman-zaman sənə böyük həzz hissi verir də, euforiya hissi yaşayırsan. Yəni bu hissə görə insanlar bilirsiniz necə yenə də geri qalan zamanlarda özünü yaxşı hiss etmir deyə. Yenə də burada da psixikanın bacarığı yoxdur. O bacarığı yoxdur, zəifdir. Özünü rahat edə bilsin, özünü. Oyunlar olmadan, nə bilim, içki olmadan, asıllılıq nədən ibarətdirsə fərqi yoxdur. İnsanda bu formalaşmır. Reabilitasiya mərkəzlərində nə olur hələ? Bax, o formalaşır yavaş-yavaş. Sənin cürəbəcür fərqli bacarıqların formalaşır. Necə ki, sən onu, o dopamini oyunlardan yox, real həyatdan ala biləsən. Həmin o dopamini real həyatda sən burada birbaşa çoxlu güclü şəkildə alırsan. Amma həyatdasa gün ərzində biraz bundan, biraz ondan, biraz hobbi, biraz dostlarla vaxt keçirdin, biraz nə bilim kiminləsə görüşdün, nə bilim intim əlaqə falan, qucaqlamaq, sığal çəkmək, cürəbəcür yollarla da, bildiniz necə, yeməklə, yemək üzərindən də, dadlı bir yemək yedin, oturdun, nə bilim, maraqlı bir, gözləyirsən, axşam evə geyəcəm, işdən neysə maraqlı bir dənə əla kino izləyəcəm, nə bilim, tutalım da uşaqlarla, nə bilim, kiminləsə. Yəni, dopamini real həyatda, səndə dopamin düzdür, o dərəcədə olmayacaq. O da oyunlar elədir ki, sən o aləmdə artıq bir bacarıqların var, bir təcrübən var da oyunlarla bağlı. Amma mütləq real həyatda sən zəifləyirsən. Oyunlar aləmində müəyyən təcrübən olur, amma yenə də orada da zəifləyirsən. Nə olursa olsun, çünki orada elə bir struktur var ki, orada elə bir mexanizm var. Yəni, onu elə qururlar ki, sonuçta sənin hər bir şeyin əlindən çıxsın. Yəni, hamımız bilirik də, bunu şirinlikləndirirlər də insanı. Sən bir-iki dəfə əvvəldə udursan, qəşəng. Və salam, sonra elə demək olar ki, uduza gedirsən. Belə yerlər niyə yaradılır? Kimə maraqları var ki, yaradırlar da. Maraqları niyyədir? Çünki onlar oradan böyük bir pullar götürürlər. Nəyin hesabına? Sizin uduzmağınızın hesabına və salam. Bunu indi siz də anlayırsınız, çox gözəl başa düşürsünüz, bilirəm onu. Amma ki, yenə də real həyatda o hormonları əldə etmək üçün buna zaman gedir və asan deyil. Yenə də ümumiyyətlə insan özünü dəyişdirməsi asan proses deyil, ağrılı prosesdir. Ağrılıdır da, həqiqətən ağrılıdır. Çünki sən özünü dəyişdirirsən. Aslıq dəyişizlikdir, borcu qaytarıram deyirsən, ona görə oynayırsan. Siz necə səbəb fərqli ola bilər. Nəyə görə insan başlayır qumara? Fərqli ola bilər. Nəticədə bu sonra asılılığa çevrilir. İş tapandan sonra da yenə də ara sıra sonra görürsən insan gedir hələ oynayır. Bax, hələ bax, problem bax oradadır. İnsanlar, bax, hələ tutalım içən insan da, tutalım həftədə 2-3 dəfə gedir, əməlli başda içir. Məsələn, ona deyəndə ki, səndə asıllılıqdır, sən artıq alkoqoliksan, sən artıq, yəni ki, içən bir insansan da, yəni vəssalam, burada alkoqolizm var. O insan da deyir, yox, nə danışsın, 2-3, məndir özümü çox qəşəng hiss edirəm, idarə edirəm, mən normal yürüyüşüm var, danışanda çaşmıram, eləmirəm. Yəni, insan, asılılığı olan insan heç vaxt əvvəlcə də qəbul etmir ki, məndə asıllıq var. Problem hələ, ya 50% problem orada çözülür ki, insan qəbul edir ki, bəli, məndə asıllılıq var. Birinci addım budur hələ.
Qəbul etmək. Fərqi yoxdur, işsizlikdən edirsiniz bunu, hansı səbəbdən edirsiniz bunu. Burada insan istəmir də desin ki, hə, mən bunu, siz necə bir ad qoymaq istəyir buna, bir özünü hələ bir təmizə çıxarmaq istəyir də. Ya elə, ya belə, ya vəlvələdən, ya zəlzələdən fərqi yoxdur da. Nəticədə bu var ki,